Salam müəllimlər. Bugünkü dərsimizin mövzusu basketboldur. Basketbol 1891-ci ildə Amerikada yaradılmış bir idman oyunudur. 1932-ci ildə Beynəlxalq Basketbol Federasiyaları tətbiq edilib. Beynəlxalq Basketbol Federasiyalarının qısaldılmış adı FIBA adlanır. Olimpiya oyunlarının proqramlarına 1936-cı ildə daxil edilib. Basketbol üzrə Avropa və dünya çempionatları 4 ildən bir keçirilir. Azərbaycanda basketbolun ilk dəfə yaradılması 1920-ci ili təsadüf edir. Yenidən təsis edilməsi, yenidən qurulması 1992-ci ildir. Dövlət qeydiyyatına alınması 1993-cü ildə tətbiq edilmişdir. Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayevdir. Müəllimlər, meydanda olan digər qaydalara baxaq. Bilirik ki, meydanın uzunluğu 28, eni 15 metr olaraq təşkil edilmişdir. Gördüyümüz kimi, meydan mərkəzdən iki hissəyə ayrılıb. Mərkəz dairənin diametri 360 sm, yarısı, yəni radiusu 180 sm olaraq təşkil edilmişdir. Meydanda olan xətlərə baxaq. Meydanda olan bütün xətlərin qalınlığı 5 sm-ə qədərdir. Yan xətlər müəllimlər meydanın daxili sayılmır. Yan xətlər meydanın xarici sayılır. Komandanın rəsmi şəxsləri və ehtiyat oyunçuları üçün tətbiq edilmiş texniki zona yan xətdən 2 metr məsafədə olur. Müəllimlər, biz bilirik ki, bir komandanın 5 əsas, 7 ehtiyat oyunçusu olur. Yəni bir komandanın 5 əsas, 7 ehtiyat oyunçusu, cəmdə bir komandanın 12 oyunçusu olur. Oyuna ilk başlamaq üçün hər komandanın 5 oyunçusu olmalıdır ki, oyun başlansın. 5-dən az oyunçu ilə oyuna daxil olmaq olmaz, yəni oyunu başlamaq olmaz. Hər hansı bir komandanın heyətində azlıq varsa, bu zaman qayda olaraq 15 dəqiqə gözləniləcək. 15 dəqiqə müddətində azlıqda olan komandanın heyəti tam bərpa olunmasa, bu zaman azlıqda olan komandaya texniki məğlubiyyət veriləcək. Bəli, texniki məğlubiyyət alan komandanın hesabına 0, digər komandanın hesabına 2 xal veriləcək. Oyun ilk necə başlayır müəllimlər? Biz bilirik ki, oyunun ilk başlanması hakimin mərkəzdən birinci periyod, hakimin mərkəzdən başlanması topun havaya atışı ilədir. Hakimin topu havaya atışında hər komandanın bir oyuncusu hakimə yaxın dayanacaq. Hər komandanın bir oyuncusu. Hakimin topu havaya atışında top heç bir oyuncuya toxunmamış yerə düşərsə, bu zaman atış təkrar ediləcək. Hakimin topu havaya atışında oyuncular havada olan topu iki əllə qəbul edə bilməz, iki əllə ovuclaya bilməz. Yəni yalnız bir əlinin içərisi ilə oyuncular əllərinin içərisində topu özlərindən uzaqlaşdırıb komanda yoldaşlarına atmalıdırlar. Müəllimlər, biz bilirik ki, bu oyun 4 periodlu oyundur, 2 hissəli oyundur. Hər period 10 dəqiqədən ibarətdir. 4 periodun cəmi 40 dəqiqədir. Yəni, baxaq müəllimlər, biz dedik ki, 4 periodlu oyundur. Yalnız birinci period hakimin mərkəzdən hava atışı ilə başlayacaq. Birinci period. Digər periodlar, ikinci, üçüncü, dördüncü periodlar qaydalara uyğun olaraq bilirik ki, bu zonadan, yan xətdən hakimi göstərişi ilə mərkəzdən oyuna, yan xətdən, bəli, zonadan mərkəzdən oyuna daxil ediləcək. Deyək ki, birinci hissədə A komandası oyuna mərkəzdən başlamışdırsa, ikinci hissədə topu oyuna B komandası başlayacaq. Üçüncü hissədə yenidən A komandası başlayacaq, dördüncü hissədən yenidən B komandası başlayacaq və bu minvalla oyunun sonuna qədər oyuncular bir-birlərini oyuncular bu cür oyunda, meydanda oyun göstərəcəklər. Deməli, müəllimlər, komandalar meydanda yerlərini yalnız bircə dəfə dəyişə bilərlər. Yəni, bu da hansı vaxt olur, hansı hissədə olur? Birinci hissənin sonunda, ikinci hissənin başlanğıcında komandalar meydanda yerlərini dəyişəcək. Yəni, yadımızda saxlayaq ki, basketbol idman oyununda meydansada yalnız oyunun sonuna qədər istər əlavələr olarsa, əlavələr də olarsa, oyunun əsas hissəsi və əlavə hissələrdə oynanılacaqsa, yalnız bir dəfə meydanda komandalar yerlərini dəyişəcək birinci hissənin sonunda. Yəni, B komandası birinci hissədən sonra ikinci hissənin əvvəlində A komandasının meydanına keçəcək, A komandası B komandasının meydanına oyun göstərmək üçün daxil olacaq. Baxaq müəllimlər digər qaydalara. Basketbol meydançasında tətbiq edilmiş 2 lövhə səbəti görürük. Müəllimlər, basketbol lövhəsi səbət ilə birlikdə hər iki tərəfdən, bəli, hər iki tərəfdən meydanın içərisində 120 sm-ə qədər çıxıntılıdır. Bəli, 120 sm-ə qədər çıxıntılıdır. Lövhənin hündürlüyü görürük ki, 105 sm-dir. Lövhənin uzunluğu olacaq 1 metrə 80 sm. Lövhənin içərisində bir düzbucaqlı var müəllimlər. Düzbucaqlının hündürlüyü 45 sm. Uzunluğu 59 sm olaraq tətbiq edilmişdir. Baxaq səbətin və torun ölçülərinə. Müəllimlər, lövhəyə bağlanmış halqanın diametri 45 sm-dir. Halqadan asılan torun da diametri, yəni uzunluğu 45 sm olaraq təşkil edilib.
yer səthindən lövhəyə qədər olan məsafə 290 sm-dir. Yəni 2 metr 90 sm. Yer səthindən səbətə qədər olan məsafə olacaq 305 sm. Lövhə ilə səbət arasında, lövhənin aşağı hissəsi ilə səbət, bilirik ki, səbət lövhəyə yuxarı hissədən bağlanır. Lövhə ilə səbətin arasında olan məsafə 15 sm-dir. Yəni ki, onun üçün də 290 plus 15 bərabər olacaq 305 sm-ə. Aralığında 15 sant fərqi olduğu üçün, bəli, səbət hündürdən bağlandığı üçün lövhənin yuxarı hissəsindən aralığında 15 sant fərq olacaq. Səbətin altında bir düzbucaqlı xətt tətbiq edilmişdir, çəkilmişdir ki, müəllimlər, həmin bu düzbucaqlı xətt 5.80 sm-lik xəttdir. Düzbucaqlı xəttin eyni olacaq, müəllimlər, 4 metrə 90 sm. Gördüyümüz kimi düzbucaqlının içərisində çəkilmiş bu xətt cərimə atışlarını yerinə yetirmək üçün cərimə atış xəttidir. Yəni 5.80 sm-lik xəttdir. Əgər bizdən sual olarsa, cərimə atış xəttinin uzunluğu nə qədərdir? Müəllimlər, cərimə atış xəttinin uzunluğu, gördüyümüz bu xəttin uzunluğu 3 metrə 60 sm-dir. Bəli, 3 metrə 60 sm-dir. Amma cərimə atışları sual olarsa neçə metrlik məsafədən icra olunur? Cərimə atışları 5.80 sm-lik məsafədən icra olunur. Amma cərimə atış xəttinin uzunluğu nə qədərdir soruşularsa 3 metrə 60 sm-dir. Müəllimlər, biz bilirik ki, bu oyunda basketbol topu 2 kateqoriyada mövcuddur. Hansı kateqoriyalardır ki, qadınlar və kişilər. Bəli, qadınların istifadə etdiyi topun çəkisi nə qədər olacaq? Qadınların istifadə etdiyi topun çəkisi olacaq, müəllimlər, 510-550 qram. Çevrəsi olacaq 715-730 sm. Kişilərin istifadə etdiyi topun ağırlığı olacaq 580-620 qrama qədər. Çevrəsi olacaq 75 və 77 sm. Qadınların istifadə etdiyi top 6 nömrəli topdur. Bəli, qadınların istifadə etdiyi top 6 nömrəli topdur. Kişilərin istifadə etdiyi top 7 nömrəli topdur. Deməli, müəllimlər, biz dedik ki, bu oyun 2 hissəli oyundur, 4 periodlu oyundur, hər hissə 20 dəqiqə davam edir, 2 hissənin cəmi 40 dəqiqədir. Deməli, bu oyunların arasında, bu periodlar və hissələr arasında fasilələr də vardır ki, biz onlara aydınlıq gətirək. Deməli, müəllimlər, baxaq, bir hissənin sonu 20 dəqiqəyə qədərdir. Yəni, bir hissə 20 dəqiqə oynanılır. 2 hissənin cəmi nə qədər olacaq? 40 dəqiqə. Hər hissə üçün 20 dəqiqə oyun vaxtı tətbiq edilir. Birinci hissə özündə neçə periodu cəmləşdirir, müəllimlər? Birinci hissə 2 perioddan ibarətdir. Bəli, birinci hissə 2 perioddan ibarətdir. Birinci period 10 dəqiqə oynanılır. 10 dəqiqədən sonra 2 dəqiqə fasilə, ikinci period oynanılacaq. Artıq oyun bitmiş hesab olundu. Çünki 2 periodun cəmi 20 dəqiqə təşkil etdiyindən bir hissənin də sonu 20 dəqiqədir. Yəni 2 period bu oyunlar, bu oyunda qayda budur ki, 2 periodun sonu cəmi bir hissədir. Yəni birinci və ikinci periodun cəmi 20 dəqiqədir. Bir hissə bitmiş hesab olunur. İkinci hissə özündə neçə period cəmləşdirir? Üçüncü və dördüncü periodları. Bəli, üçüncü hissədə 10 dəqiqə oynanılır, 2 dəqiqə fasilə, dördüncü hissə oynanılır və tamamilə oyun yekunlaşır. Üçüncü və dördüncü periodlarında cəmi 20 dəqiqə olduğundan ikinci hissə bitmiş hesab olunur. Deməli, müəllimlər, biz bildik ki, bir hissədə 2 period var. Birinci hissədə birinci və ikinci period var, ikinci hissədə üçüncü və dördüncü periodlar var. Periodlar da 10 dəqiqədir. 4 periodun da cəmi bərabərdir 40 dəqiqəyə. Yəni 2 hissənin də cəmi bərabər olacaq 40 dəqiqə. Olar ki, bizim qarşımıza sual gəlsin ki, basketbol idman oyununda tətbiq edilmiş 4 periodların cəmi neçə dəqiqədir? Tətbiq edilmiş 4 periodların cəmi 40 dəqiqədir. Və ya basketbol oyunu neçə hissədən ibarətdir? Hissələrin cəmi nə qədərdir? Hissələrin cəmi 40 dəqiqədən ibarətdir. Deməli, müəllimlər, hissələr arası fasilə 15 dəqiqədir. Bəli, hissələr arası fasilə 15 dəqiqədir. Əgər bizim qarşımıza sual gələrsə, basketbol idman oyununda ən böyük fasilə hansı periodlar arasında olur? Müəllimlər, basketbol idman oyununda ən böyük fasilə ikinci və üçüncü periodlar arasında olur. Bəli, ikinci və üçüncü periodlar arasında olacaq. Çünki biz bilirik ki, ikinci periodun cəmi nə qədərdir? İkinci periodun cəmi 20 dəqiqədir. Hissə bitmiş hesab olunur. Yəni, ikinci hissədən üçüncü hissəyə keçid olanda, yəni hissədən hissəyə keçid olanda artıq burada bilirik ki, 15 dəqiqə fasiləmiz olacaq. Biz bir məna olaraq müəllimlər yadımızda saxlayaq ki, birinci periodla ikinci periodun arasında fasilə 2 dəqiqədir. Üçüncü periodla dördüncü periodun arasında fasilə 2 dəqiqədir.
2 ilə 3-ün arasında olan böyük bir fasilə 15 dəqiqədir. Əgər qarşımıza yenə deyirəm, sual gələrsə, ən böyük fasilə neçənci periodlar arasındadır? Və yaxud da ki, 15 dəqiqə basketbol idmanında 15 dəqiqəlik fasilə neçənci periodlar arasındadır? Basketbol idman oyununda böyük fasilə, yəni 15 dəqiqəlik fasilə ikinci və üçüncü periodlar arasında tətbiq edilir. Deməli, müəllimlər, biz baxaq hansı qaydalara. Bu oyunda taymatlar var. Taymatlara da aydınlıq gətirək. Taymatların müddəti nə qədərdir? Bir taymatın müddəti 60 saniyədir. Və saniyə soruşulacaqsa saniyə deməliyik və neçə dəqiqə olduğunu soruşsalar biz dəqiqə deməliyik. Deməli, müəllimlər, hər bir komandanın ən çox götürə biləcəyi taymatların maksimum götürən taymatlar 5'dir. Bu 5 taymatı komandalar 2 hissədə necə bölürlər? Yəni periodlar arasında necə bölüşdürülür? Deməli, müəllimlər, hər bir komanda 5 taymatını özünə məxsus olan 5 taymatdan yalnız ən çox halda 2 taymatını birinci hissədə götürə bilər. Yəni birinci və ikinci periodun sonuna qədər. Deyək ki, komanda birinci periodda 2 taymat götürdüsə, komandanın ikinci periyoda bilir ki, taymatı qalmayacaq. Çünki qayda bizə deyir ki, komandanın 5 taymatı var. Yalnız 2, ən çox halda birinci hissədə ən çox halda ikisini götürə bilər. Qalan 3 taymatı ikinci hissədə götürər. Bəli, biz birinci periodda 2 taymatı istifadə etdimsə, ikinci periyoda taymatım qalmır. Olar ki, birinci periodda bir taymatdan istifadə etdim, bir taymatda ikinci periodda istifadə etmək olar. Periyoddan periyoda bilir ki, taymatlar keçir. Deyək ki, birinci periyodda heç bir taymatdan istifadə etmədim. İkinci periyodda 2 taymatdan istifadə etmək olar. Qaydalara uyğundur. Yəni, periyoddan periyoda taymatlar keçir, amma hissədən hissəyə taymatların keçməsi qaydalara uyğun deyil. 3 taymatımızı biz bilirik ki, hansı periyodlarda götürəcəyik? Yəni, oyunun ikinci hissəsində, üçüncü və dördüncü periyodlarda. Deyək ki, üçüncü periyodda 3 taymatımızı üçünü də üçüncü periyodda götürmək olar. Artıq bizim dördüncü periyodumuza taymat qalmır. Deyək ki, komanda 2 taymat götürdü. Bir taymatı saxlasa, üçüncü periyodda 2 taymat komanda götürə bilir, istifadə etdi. Bir taymatını da dördüncü periyodda götürmüş hesab oluna bilər. Deyək ki, komanda 3 periyoddan heç birini götürmədi. Amma bu zaman 3 taymatdan 3 periyodda heç birini götürmədi. Amma bu zaman 3 taymatı 4-cü periyodda istifadə edə bilər. Oyunun bitməsinə əgər 2 dəqiqə qalıbsa, bu 3 taymatın 3'ü də dayanıbsa, işlənməyibsə, deməli biri silinəcək, 2 taymat qalacaq. Yalnız oyunun sonuna 2 dəqiqə qalmış. Deməli, biz bildik ki, müəllimlər, komandalar taymatları necə istəsələr, hansı qaydada istəsələr, taymatlarını periyoddan periyoda istədiyi kimi istifadə edə bilərlər. Amma birinci periyoddan, ikinci periyoddan üçüncü periyoda taymat aparmaq olmaz və yaxud da ki, birinci hissədən ikinci hissəyə taymat aparmaq olmaz. Müəllimlər, üzürlü bilin, kameranı bağlayacağım müəyyən səbəblərdən. Baxaq, müəllimlər, biz saniyə qaydalarına. Oyunda hansı saniyə qaydaları var? Oyunda bilirik ki, bir neçə saniyə qaydaları var. Bunlar hansılardır? 3, 5, 8, 14 və 24 saniyə qaydaları var. İlk 3 saniyədən danışaq. 3 saniyə qaydası hansı zonadır? Baxaq, müəllimlər. 3 saniyəlik zona, baxın, bu adını çəkdiyimiz bayaq səbətin altında keçən düzbucaqlıq xəttin uzunluğu olan 5.80 və eni 4.90 olan həmin bu düzbucaqlığın içərisi 3 saniyəlik zonadır. Yəni, rəqibin səbətin altında 3 saniyəlik zonada, yəni rəqibin səbətin altında bu zonada topsuz 3 saniyədən artıq qalmaq olmaz. 8 saniyə qaydası hansıdır? Deməli, 3 saniyə qaydası bildik hansıdır. 8 saniyə qaydasına aydınlıq gətirək. 8 saniyə qaydası, müəllimlər, komanda öz yarım meydanına rəqibə tərəf hücuma keçərsə, müdafiə zonasından hücum zonasına 8 saniyədən gec olmayaraq mərkəzi rəqib tərəfə keçməlidir. Əks halda top alınıb veriləcək rəqib komandaya, digər komandaya, bəli, müdafiə zonasından ilk oyuna hücuma başlayan zaman, tutaq ki, mən öz yarım meydanına hücuma başlayıram, 8 saniyədən gec olmayaraq mərkəzi rəqib tərəfə keçməliyəm. Olar ki, özümdə topla çiliyə topu aparım və yaxud da özümdən qabaq topu atan buradakı komanda yoldaşım. Əsas odur ki, topu rəqib tərəfə keçirməyi mütləqdir.
Eğer 8 saniyeden gec 8 saniye müddətində topu rəqib tərəfə atmırıqsa, bu zaman oyun saxlanılır. Top bizdən məndən alınacaq, veriləcək digər komandaya. Digər komandanın da oyuna başlaması, hakim yan xəttdən topun oyuna başlamasına rəqib komandaya göstəriş verəcək. Rəqib komanda topu yan xəttdən 5 saniyədən gec olmayaraq başlamalıdır və rəqib üçün 24 saniyə hücum vaxtı açılacaq. Sonra 5 saniyə qaydasına aydınlıq gətirən müəllimlər. 5 saniyə qaydası hansıdır? Bir neçə dənə 5 saniyə qaydası var. 5 saniyə cərimə atışları yerinə yetirilən zaman biz bilirik ki, 5 saniyədən gec olmayaraq oyunçu cərimə atışlarını yerinə yetirməlidir. Yəni hakim işarəsindən, hakimin göstərişindən 5 saniyədən gec olmayaraq top səbətə atılmalıdır. Bir budur. Sonra top yan xəttdən outdan, yəni yan xəttdən outdan oyuna daxil edilən zaman hakimin göstərişindən 5 saniyədən gec olmayaraq top oyuna daxil edilməlidir. Sonra oyunçu topu tutduqdan sonra müəllimlər, biz bilirik ki, oyunda belə bir qaydalar var ki, oyunçu topu çilləyir və oyunda mübarizə, mücadilə gedir. Bu zaman oyunçu topu tutdu, saxladı. Saxladı, 5 saniyədən çox topu özündə saxlaya bilməz və ən çox 2 addım ata bilər. Bəli, 2 addım da burada nəzərə alınır və 5 saniyədən də çox topu özündə saxlaya bilməz. Sonra rəqibin təzyiqi altında, bəli, rəqibin təsiri altında, rəqibin təzyiqi altında oyunçu 5 saniyədən artıq topu özündə saxlaya bilməz. Adını çəkdiyimiz bu 5 saniyə qaydaları tətbiq edilən qaydalardandır. Amma müəllimlər, bu oyunda belə bir qayda var ki, deyək ki, topu komanda yoldaşımdan qəbul etsəm, 2 addımda artıq da ata bilərəm. Deyək ki, komanda yoldaşım topu atdı mənə, mən topu tutdum. Topu çiləmədən, bəli, 2 addımda ata bilərəm. Topu çiləmədən 2 və 3-cü addımı da ata bilərəm. Və yaxud da ki, 5 saniyədən artıq da top əlimdə qala bilər. Çünki topu çilənməmiş bu qaydaları etmək mümkündür. Oyunçu yalnız o zaman topla 2 addım ata bilmir müəllimlər. Adını çəkdiyim kimi, bu zaman topu çiləyib sonra çiləməni saxlayır, tutur saxlayırsa 2 addımdan artıq ata bilməz və 5 saniyədən çox topu özündə saxlaya bilməz. Ya komanda yoldaşına atmalıdır və yaxud da ki, səbətə yönləndirməlidir. Rəqibin təzyiqi altında da necədir? Rəqibin təzyiqi altında topu özümdə 5 saniyədən dedim ki, artıq saxlaya bilmərəm. Yalnız rəqibin təsirin altında düşərsə 5 saniyədən topu çox saxlaya bilmərəm. Amma komanda yoldaşım topu atır və yaxud da ki, bəli, komanda yoldaşım topu atır mənə, mən də topu tuturam, qəbul edirəm. Bu zaman 5 saniyə qaydası tətbiq edilməyəcək. Oyunda müəllimlər, yəni bu cür qaydalar var. 24 saniyə qaydası hansıdır müəllimlər? 24 saniyə qaydası bir komandanın hücuma verilən vaxtıdır. Yəni 24 saniyə qaydası azalma ilə yekunlaşır. 22, 21, 19, 20 və s. Deməli müəllimlər, biz bildik ki, 24 saniyə qaydası necə olacaq? Saniyənin azalması ilə müşahidə olunur. Baxaq. Yəni hücum vaxtı bu cür azalır. Komandanın 24 saniyə qaydası komandanın hücuma verilən vaxtıdır. Deməli müəllimlər, hücum vaxtı top hücuma keçən zaman hücumdayam, topu atdım, dəydi səbətə. Səbətdən yenə mən və ya komanda yoldaşlarım dərhal topu yenidən özümüz topa yiyələnirik ki, topu qazanırıqsa, bu zaman bizim üçün 14 saniyə vaxt açılacaq. Bəli, topu atdım səbətə, mən və ya komanda yoldaşım təkrar səbətdən dəyib qayıdan topu tuturamsa, bizim üçün yenidən 14 saniyə vaxt açılacaq. Səbətə keçmədən deyirəm müəllimlər. Yəni topu atdım oyun gedişatında. Top dəydi. Baxaq, top dəydi səbətə, qayıtdım. Mənim üçün 14 saniyə vaxt açılacaq. Yəni bu 24 saniyə qaydalarında belə bir qayda var. 14 saniyə bəli, vaxt açılacaq. 24-cü saniyədən müəllimlər, 24-cü saniyədən 14-cü saniyəyə qədər, baxın, 24-cü saniyədən 14-cü saniyəyə qədər top səbətə dəydi, qayıtdı. Yenə mən özüm deyək ki, həmin komanda oyunçu topu yenidən topa yiyələnirsə, yenidən topu tutursa, hücuma ayrılan vaxt 14 saniyə olacaq. Yox, əgər 14 saniyədən az bir vaxt qalmışdırsa, misal üçün 3 saniyə, 5 saniyə, 7, 8, 10 saniyə qalmışdırsa, hücum şansı qaldırılacaq 14 saniyə. Yox, əgər atılan top lövhəyə dəyib qayıdarsa, müəllimlər, lövhəyə dəyib qayıdarsa, oyun qaldığı yerdən davam edəcək. Yəni ki, 21-ci saniyədə atmışdı, 14-cü, 18-ci, 5-ci, 6-cı. Yəni bu qaydalara əsasən top lövhəyə dəyib, qayıdıb yenidən özümüz tuturuqsa, saniyənin qaldığı, vaxtın qaldığı yerdən oyun davam edəcək.
Baxaq 14 saniyə qaydalarına. 14 saniyə qaydası hansı hallarda tətbiq edilir? Müəllimlər, 14 saniyə qaydası topun oyuna daxil edilməsi və topa yiyələnmə hallarında, misal üçün sonuncu uğursuz cərimə atışlarında, cərimə atışları atılan zaman sonuncu uğursuz cərimə atışlarında top səbətə dəyib qayıdırsa, bu zaman topu səbətə atan komanda və oyunçu özü yiyələnirsə, həmən oyunçu üçün, həmən komanda üçün 14 saniyə vaxt açılacaq. Yəni adını çəkdiyim bu vəziyyətlər rəqibə aid sahədə baş verərsə 14 saniyə bizim üçün vaxt açılır. Bəli, rəqibə aid olan sahədə. Sonra bayaq da adını çəkdiyimiz kimi hücumda olan zaman topu atdıq, dəydi, səbətdən yenə özümüz yiyələndiksə bizə 14 saniyə vaxt açılacaq. Deyək müəllimlər, oyun zamanı top səbətə atılan zaman hücumun bitməsinə deyək ki 19 və 20 saniyə qalmışdırsa, topu atdım səbətə, top səbətə dəydi, qayıtdı. Bu zaman topu təkrar tuturam. Mənim üçün artıq 14 saniyə vaxt açılacaq. Tutaq ki topu atıram, oyun vaxtı, hücum vaxtı atdım, səbətdən qayıtdı yenə topa. Mən və komanda yoldaşlarım yiyələndi. Hücumun da bitməsinə, yəni 24 saniyənin də tam bitməsinə 3, 5 və s. 6, 7 saniyə bir vaxt qalmışdısa, bu zaman bizim üçün 14 saniyə vaxt açılacaq. Deməli müəllimlər, bayaq dedik ki top yan xəttdən rəqibin tərəfindən çıxarsa bizim üçün 14 saniyə vaxt açılacaq. Bəli, top rəqib tərəfindən, rəqibin əlindən yan xəttdən çıxarsa bizim üçün 14 saniyə vaxt veriləcək. Amma burada belə bir fərqli bir qayda var ki müəllimlər, tutaq ki top məndədir oyun zamanı, rəqibin yarım meydanındayam. Bəli, rəqibin yarım meydanındayam, top məndədir. Topu çiləyərək oyuna davam edirəm. Rəqib əli ilə bir zərbə vurdu, mənim əlimdəki top yan xəttdən çölə çıxdı. Bu zaman yan xəttdən topu oyuna daxil etmək üçün mənə neçə saniyə vaxt veriləcək? Aha, deməli, hücum vaxtı top yan xəttdən misal üçün neçə saniyədə çıxmışdırsa, rəqib mənim əlimə vurdu, əlimdəki topa. Yəni rəqibin yarım meydanında. Əlimdəki top yan xəttdən çıxdı. Deyək ki, hücumun bitməyinə 3 saniyə, 5 saniyə, 6, 8 və s. kimi saniyələr qalmışdısa, yan xəttdən topu oyuna daxil etmək üçün artıq mənə həmən vaxtın, həmən saniyənin göstərişi veriləcək. Yəni 5 saniyə qalmışsa hücumun bitməyinə, mən yan xəttdən topu oyuna artıq mənə verilən hücum vaxtı ilə 3 saniyə və yaxud da ki 5 saniyə olacaq. Yəni nə qədər qalmışdırsa bitməyinə, hücum vaxtının. Yox, əgər 17, 18 saniyə və daha yuxarı saniyədə top yan xəttdən çıxmışdırsa, bu zaman necə olacaq? Mənə hücuma başlamaq üçün 14 saniyə vaxt açılacaq. Bəli, rəqib mənim əlimə vurdu, yan xəttdən çıxdı. Qaydaya, saniyəyə baxdılar ki, 3 saniyə və yaxud da 5 saniyə qalıb. Mən yan xəttdən topu oyuna daxil etmək üçün mənə həmən saniyənin 3, 5, 6, 8, 10, 14-ə qədər bu tətbiq ediləcək. Yəni 3-dən, 1-dən, 3-dən, 5-dən, 10-dan 14 saniyəyə qədər, hücumun bitməsinə qədər. Amma 14 saniyədən yuxarı bir vaxtda yan xəttdən top oyunu tərk etmişsə, rəqibin təzyiqi nəticəsində, artıq tutaq ki 18 saniyə qalmışdı. Bu zaman mənə 18 saniyə hücum vaxtı verilməyəcək müəllimlər. Artıq mənə verilən hücum vaxtı olacaq, aşağı gətiriləcək, olacaq 14 saniyə. Bəli, 14 saniyə. Deməli müəllimlər, topun yan xəttdən kənara çıxmasının 2 qaydası var. Rəqibin yarım meydanında. Birincisi, rəqibdən top yan xəttdən çıxdı. Topu mən rəqibin yarım meydanında hücuma başlamaq üçün 14 saniyə mənə vaxt veriləcək. Sonra ikincisi də top məndə idi oyun zamanı, rəqibin yarım meydanında. Rəqib mənim əlimdən vurdu, top yan xəttdən çıxdı. Deməli fərqli bir qayda ilə mən oyuna başlayacağam. Adını çəkdiyimiz kimi. 3 saniyə, 14, 3, 5, 8, 14 saniyəyə qədər bu saniyədir və 14 saniyədən yuxarı olan bir saniyə gətiriləcək. Daha yuxarı olan saniyədə top yan xəttdən çıxmışda gətiriləcək 14 saniyə. İndi baxaq digər qaydalara müəllimlər. Deyək ki, mən rəqib yarım meydanda hücumda olarkən rəqib öz yarım meydanda mənə qarşı qayda pozdu. Deyək ki, mən rəqib yarım meydanda hücumdayam, rəqib mənə qarşı qayda pozdu. Burada necə olacaq? Mənə qarşı qayda pozubsa, oyuna başlamaq üçün mənə neçə saniyə hücum vaxtı veriləcək. Deyək ki, burada cərimə atışları yoxdur, müəllimlər. Bu cərimə atışları verilməyən qaydalardan söhbət gedir. Bu zaman qayda pozulub, cərimə atışları verilmir. Amma cərimə atışları verilməyən qayda pozuntularında mənə hücuma başlamaq üçün nə qədər vaxt veriləcək? Rəqib öz yarım meydanda mənə qarşı hücumdaydım, qayda pozdu. Baxaq, qayda pozulan vaxt, müəllimlər, mənə qarşı qayda pozulan vaxt belə deyək də 14 saniyədən yuxarı idisə, yəni deyək ki 18, 19, 17, 20-ci saniyədə idisə mənə qarşı qayda pozulan vaxt
bu saniyə müddətində idisə, mən bu vaxtdan hücuma başlayacağam. 14 saniyə qayda pozulan mənə 14 saniyədən yuxarı idisə, 14 saniyədən yuxarı idisə, bəli, adını çəkdiyim bu qaydada da hücuma başlayacağam. Daha mənə 14 saniyə endirilməz. Adını çəkdiyim kimi 14 saniyədən yuxarı idisə, qayda pozuldu mənə qarşı rəqibin yarım meydanda. Adını çəkdiyim kimi 18-də, 19-da olmuşsa, elə həmin vaxtında mənim üçün hücum vaxtı açılacaq. Yox, əgər 14 saniyədən aşağı bir vaxt qalmışdısa, rəqib yarım meydanda, rəqib mənə qarşı qayda pozdu. 14 saniyədən aşağı bir vaxt qalmışsa, deyək ki, 3 saniyə qalmışdı hücumun bitməyinə. 5, 7, 8. Artıq hücuma başlamaq üçün mənim üçün 14 saniyə vaxt açılacaq. Bəli, rəqibin yarım meydanında. Deməli, müəllimlər, yadımızda saxlayaq ki, 24 saniyə hücum vaxtı arxa zonadan oyuna başlananda bizə verilər. Yəni, arxa zona bizim öz zonamızdır. Baxın bura, arxa zona. Yəni, biz ən çox hallarda 24 saniyə hücum vaxtı bizim öz meydanımızdan, öz yarım meydanımızdan, yəni müdafiə zonamızdan rəqib tərəfə hücuma qoşulursa, ən çox hallarda 24 saniyə hücum vaxtı bizim yarım meydanımızdan veriləcək. Yəni, bizim yarım meydanımızdan bizə hücum vaxtı veriləcək. 14 saniyə hücum vaxtı isə rəqibə aid sahədə bir çox hallarda 14 saniyə vaxtı rəqibə aid sahədə bir çox vaxtlarda biz hücuma başlayırıq. Amma rəqib sahəsində bir dənə burada qayda var ki, müəllimlər, onu da deyim ki, rəqib sahəsində 24 saniyə bu zaman bizə hücum vaxtı verilə bilər ki, yəni necə? Tutaq ki, mən rəqib yarım meydandayam. Rəqibin əlindən topu rəqibin əlindən aldım. Və ya da rəqib bəli, mən topu rəqibin əlindən daha cəld, çevik tərpəndim, rəqibin əlindəki topu aldım. Top keçdi mənim ixtiyarıma. Və yaxud da ki, komandalar bir-birlərini atırdı. Rəqib komandalar öz yarım meydanında bir-birlərinə topu atan zaman daha cəld, çevik tərpəndim. Havada topu tutdum, bunların atdığı bir-birlərinə qarşı olan topu tutdum. Bu zaman rəqibin yarım meydanında mənə hücuma başlamaq üçün 14 yox, 24 saniyə hücum vaxtı açılacaq. Bəli, 24 saniyə hücum vaxtı açılacaq. İndi cərimə atışlarından danışaq müəllimlər. Biz bilirik ki, cərimə atışları 5.80 sm-lik məsafədən icra edilir. Hardan? 5.80 sm-lik məsafədən cərimə atışları icra edilir. Biz bilirik ki, cərimə atışları 5 saniyədən gec olmayaraq yerinə yetirilməlidir. Hətta cərimə atış xəttində uzunluğunu dedik ki, 3 metr 60 sm-dir. Cərimə atışları, müəllimlər, cərimə atışları zamanı hər dəfə cərimə atışları zamanı hər komandanın 3 oyunçusu 6.75 metr xəttin daxilində, yəni düzbucaqlı xəttin üstündə olmalıdır. Cəriməni yerinə yetirən oyunçunun 2 komanda yoldaşı olmalıdır. Rəqib komandanın oyunçularından 3 nəfər. Yəni hər iki halda hər iki komandanın 2 oyunçusu xəttdən çöldə dayanmalıdır. Yəni bunların burada durmaqdan məqsədi odur ki, sonuncu uğursuz cərimə atışından sonra, yəni top səbətə dəyib qayıdarsa, hər iki komandanın oyunçusu topa hücum edəcək, topa mücadilə edəcək ki, kim topu tutarsa yenidən hücuma başlayacaq. Topu səbətə atan oyunçu və onun komanda yoldaşları səbətdən dəyib qayıdan topu tutarsa, topu səbətə atan oyunçuya hücuma başlamaq üçün 14 saniyə vaxt verilir. Yox, əgər rəqib komanda tutarsa, rəqib komanda 24 saniyə hücum vaxtı veriləcək. Sonra müəllimlər, bu qayda bütün cərimə atışlarında bu qayda, yəni oyunçuların burada yığışmasında bütün cərimə atışlarında burada dayanmayacaqlar. Yəni hansı cərimə atışlarında dayanmayacaqlar, ondan danışaq. Misal üçün elə cərimə atışları var ki, cərimə atışlarından sonra top atışı yerinə yetirən komandada qalacaq. Bu zaman 6.75-in xəttin daxilində kiminsə burada qalmasının heç bir ehtiyac yoxdur. Bəli, heç bir ehtiyac yoxdur. Misal üçün texniki foul cərimə atışlarında oyunçuların burada duruşuna ehtiyac yoxdur. Qeyri-idman foulu, diskalifiyə edici foul zamanı. Çünki bu kimi cərimə atışlarında adını çəkdim bu qayda pozuntularında. Çünki top hər hansı bir cərimə atışlarından sonra top hər hansı bir komandada qalacaq da. Çünki hər hansı bir komanda qalacaq və hücuma başlayacaq. Artıq burada hər hansı bir oyunçunun burada dayanmasına ehtiyac yoxdur. Texniki foul, qeyri-idman foulu, diskalifiyə edici foullara görə tam şəffaf, sadə dildə, başa düşülən dildə müəllimlər ayrıcı olaraq izahını verəcəm. Dərsdən sonra onların da izahını YouTube kanalımıza və TikTok səhifəmizdə yerləşdiriləcək. Cərimə atışları yerinə yetirilən zaman
oyuncu cərimə atışları top səbətdən keçənə qədər cərimə atışları yerinə yetirilən zaman topu səbətə atılan zaman xətti tapdalamaq olmaz. Top atılandan sonra bu qərar qeydə alınmır, amma cərimə atışları zamanı topu üzr istəyirəm, xətti tapdalamaq olmaz. Əgər bizə sual olarsa, cərimə atış xəttindən səbətə qədər olan məsafə nə qədərdir? Biz bu zaman sual olaraq 460 sm deyirik. 4 metr 60. Çünki biz dərsin ilk hissəsində danışımızda bildirdik ki, hər iki tərəfdən, yəni hər iki tərəfdən səbət lövhə ilə birlikdə cərimə meydançasının içərisinə, meydanın içərisinə daxildir. 120 sm daxildirsə, deməli buradan bura qədər olan məsafə olacaq 460 sm. Deməli, meydanda olan hakimlərin sayı 8-dir müəllimlər. 3 masa hakimi olur, 4 meydan hakimi olur. Bir də komissar olur. Yəni, meydanda olan hakimlərin sayı neçə nəfərdir? 8 nəfər. Meydanda neçə hakim olur? 4 hakim. Masada oturan hakimlər 3 hakim olur. Müəllimlər, yan xəttdən topun oyuna daxil etmə qaydalarında aydınlıq gətirək. Yan xəttdən topu birbaşa, baxın, deyək ki, rəqib tərəfindən topu yan xəttdən oyuna daxil edirəm. Yan xəttdən topu birbaşa rəqib səbətinə göndərmək olmaz, qaydalara ziddir. Yan xəttdən topu öz yarım meydanda qalan oyuncuma göndərə bilmərəm. Yan xəttdən topu oyuna daxil edirəmsə, yalnız rəqib yarım meydanda olan oyunculara topu göndərməliyəm. Yan xəttdən topu atan zaman topa heç kəs toxunmamış müəllimlər, mən ikinci dəfə toxuna bilmərəm. Yəni, bu ikili toxunuş olmaz. Kimsə toxunmalıdır ki, mən də belə deyək də topa ikinci toxunuş edəm. Biz bayaq da dərsin ilk hissəsində dedik ki, yan xəttlər meydanın xarici sayılır. Yəni oyun zamanı əgər ayağımızı xəttin üstündə olarsa, top meydanı tərk etmiş hesab olunacaq. Və yaxud da ki, top əlimizdən çıxdı, xəttin üzərində düşdüsə, top düşdü xəttin üstünə, qayıtdı meydana. Top meydandan çıxmış sayılacaq. Olar ki, top meydanı tərk etməyib, hava xətti ilə yan xəttdən çöldədir. Bu zaman biz ayağımızı xətt üstə qoymayaraq, əlimizlə topu qəbul edib öz tərəfimizə yiyələndirə bilərik. Bu qaydalara uyğundur. Oyunda foul qaydaları var, müəllimlər. Foul qaydalarına da aydınlığı gətirək. Yəni, foul qaydaları nədir? Foul o deməkdir ki, müəllimlər, yəni qaydalar çərçivəsində kobud fiziki təmasa qayda pozuntusu deyilir. Bunun mənası budur. Yəni bir oyunçu müəllimlər, bir oyunçu 4 period ərzində foullarda, qayda pozuntularda bir oyunçu deyək Əhməd 4 period ərzində, yəni 4 oyunun sonuna qədər Əhməd 5 dəfə qaydanı pozarsa, bu zaman Əhməd oyundan çıxarılmış hesab olunacaq. 30 saniyədən gec olmayaraq digər ehtiyat oyunçusu meydana daxil ediləcək. Oyundan çıxan oyunçunun yerinə ehtiyat oyunçu gəlir, amma özü qayda bilməz. Dedik ki, Əhməd bir oyunçu Əhməd 5 qayda pozuntusu üzərinə yığarsa, bəli, oyundan çıxarılacaq. 4 periodun sonuna qədər bunu etmək mümkündür. Deyək, Əhməd birinci periodda 2 qayda pozuntusu edib, oyunun ikinci periodunda da birini etdi və s. Üçüncü periodda ikisini etdi və yaxud da burada deyək birini etdi və yaxud da 4-də ikisini. 5 period müəllimlər, bütün periodlar ərzində sıfırlanmır. Perioddan periyoda oyunçunun foulları keçir. Hansı periodda? Deyək ki, birinci periodda Əhməd 5 foulunu edər, elə birinci periodda çıxar. Ya 5 foulunu oyunun sonuna qədər də etsə, perioddan periyoda oyunçunun üzərində olan foullar hesablanır. Bəli, atış verilmir. Yalnız oyunçu oyundan çıxacaq. Komandanın da qayda pozma limiti var. Müəllimlər, bu oyunda komandanın qayda pozma limiti biraz da fərqlidir. Deməli, komandanın qayda pozma limiti. Deyək ki, bir komanda bir period ərzində artıq, müəllimlər, baxa, bura rəngi qalınlaşdıraq. Bir komanda, müəllimlər, bir period ərzində, yəni 10 dəqiqə ərzində 4 dəfə qaydanı pozarsa, limiti dolmuş hesab olunur. Bəli, limit doldu. 4-dən sonra hər hansı bir qayda pozuntusu 10 dəqiqənin içərisində baş verərsə, rəqib 2 sərbəst atış komandanın hesab əleyhinə atacaq. Bu yalnız periodlara şamildir, müəllimlər. Komandanın qayda pozuntusu periodlara şamildir. Yəni Əhməd, deyək ki, Əhməd birinci periodda deyək ki, müəllimlər, baxın. Birinci periodda, yəni 10 dəqiqə bitməmiş Əhməd bir qayda pozuntusu, bir özü üçün etdi, bir komanda üçün yığıldı. Məmməd də bir qayda pozuntusunu etdi. Həm özünə, həm komanda üçün oldu 2 qayda pozuntusu.
50 də bir qayda pozuntusu. Baxın müəllimlər, ayrı-ayrılıqda eləyirlər. 10 dəqiqə bitənə qədər. Dördüncüsü də oldusa, deməli komandanın bir period ərzində 4 qayda pozma limiti yığılıb. Yəni bu 10 dəqiqə bitməyənə qədər 5-ci də olsa Həsən tərəfindən artıq oyunçu oyundan çıxmayacaq. Çünki ayrı-ayrılıqda eləyiblər. Hərənin üzərində bir qayda pozuntusu var. Bayaqki oyunçunun üzərində 5 idi. 5-i də öz üzərinə yığmışdı, çıxdı. Burada artıq hər oyunçunun üzərində bir dənə qayda pozuntusu var. 5-cidə artıq rəqib səbətin əleyhinə 2 cərimə atışı veriləcək. Bəli, 2 atış veriləcək. Bu yalnız 10 dəqiqənin içərisində şamildir. Deyək ki, komandalar birinci periodda sonuna qədər, 10 dəqiqənin sonuna qədər 3 faul yığmışlar, qayda pozuntusu və yaxud da ki, maksimum 4 etmişlər. 5-ci nəticədə edə bilmədilər, 10 dəqiqə bitdi. İkinci period başlayanda komandalar 0 ilə gələcəklər. Silinəcək hesablarından. Bəli, silinəcək. Digər qaydalara baxaq müəllimlər. Faulların növləri də fərqlidir. Burada belə bir qayda var ki, müəllimlər, oyun əgər əlavələrə gedərsə, 4-cü qayda pozuntusunda, 4-cü periodda, komandanın üzərində, 4-cü periodda, komandasının üzərində əgər qayda pozuntusu varsa, oyun əlavələrə gedərsə, əlavələrə görə sıfırlanmaz, əlavələrə daşınır. Əsasda daşınmır. Komandanın faulları perioddan perioda keçmir, hissədən hissəyə keçmir. Bu komandanın fauluna aiddir. Amma oyunçunun faulları hissədən hissəyə keçir, perioddan perioda keçir. Faulların növləri biz bilik ki, fərqlidir. Yəni hücum faulu var. Hücum faulu nədir müəllimlər? Hücum fauluna baxaq. Hücum fauluna atış verilmir. Yəni necə? Yəni mən hücum edirəm. Baxın, hücumdayam. Mən hücum edirəm. Mənim komanda yoldaşlarım rəqibə qarşı qayda pozuntusunu etdi. Sadəcə olaraq topu bizdən alıb rəqibə verəcəklər. Rəqib hücuma başlayacaq. Buna görə cərimə atışı verilməyəcək. Hücum faulu budur. Komandanın faul limiti dolsa da belə atış verilməyəcək. Hücum faullarına çünki biz deyirik ki, atış verilmir. Yenə təkrar edirəm. Mən hücumdayam. Mənim oyunçum top mənim əlimdədir, hücumdayam. Top mənim əlimdədir, hücuma keçmişəm komanda yoldaşlarına. Komanda yoldaşlarım rəqibə qarşı qayda pozdu. Topu bizdən alıb verəcəklər rəqib komandaya. Rəqib komanda 24 saniyə öz yarım meydanına hücuma başlayacaq. Yalnız topu bizdən alıb verəcəklər. Çünki hücum faulu etmişik. Sonra, yox, əgər top məndə olan zaman mən hücum faulu edirəm. Buna deyilir hücumçu faulu. Artıq mən hücumçu faulu olunca atış veriləcək. Bəli, müəllimlər, atış veriləcək. Hücum faulu odur ki, mən hücumda olan zaman komanda oyunçularım rəqibə qarşı qayda pozdu. Bunun adı hücum fauludur. Hücumçu faulu odur ki, top məndə olan zaman, top kimdəysə həmən oyunçu özü qayda pozdu. Bunun adı hücumçu faulu oldu. Bəli, burada atış olacaq. Sonra digər qaydalara baxaq müəllimlər. Texniki faullar nədir? Texniki faul idmandan kənar davranışa görə, yəni təması olunmayan qayda pozuntusudur. Texniki faul təması olunmayan qayda pozuntusu nədir? Yəni oyunçuların bir-birləri arasında sözlə, cümlə ilə bir-birlərinə qarşı xoşagəlməz sözlər işlənirsə, bu zaman bunun adı olur texniki faul. Yəni bir-birinə qarşı daha ayaq, çiyin, qol, qıç, baş təması yoxdur. Yalnız cümlə ilə, sözlə, ifadə ilə bir-birinə qarşı edilən qayda pozuntusudur. Bir o qədər də şiddətli deyil. Yəni ki, burada nə olur? Texniki faul oyunçuya, komandaya qarşı edirsə, texniki faullara görə bir cərimə atışı veriləcək. Texniki fauldan sonra top hansı komandada qalacaq, top sonunda kimdəsə həmən komandada qalacaq. Bayaq dərsin yuxarı hissəsində dedim ki, texniki, qeyri-idman, diskvalifiyedici faullara görə ayrıca bir müəllimlər, bir səsli bir izah göndərəcəm hər kəsin başa düşə bildiyi dildə. Bu dərsin içində yox, ayrıca olaraq sizlərə qayda nədir göndərəcəm müəllimlər. Deməli, texniki faul dedik ki, idmandan kənar davranışa görədir, təması olmayan qayda pozuntusudur. Hər texniki faula görə bir cərimə atışı verilir. Komanda bir texniki faula görə, yəni bir texniki faula görə oyundan qovulmaz. 2 texniki faul edən oyunçu oyundan qovular. Qeyri-idman faulu nədir müəllimlər? Qeyri-idman faulu bilərəkdən edilən qayda pozuntusu. Oyunçuya qarşı bilərəkdən təması olunan qayda pozuntusu edirsə, bəli, bir qeyri-idman fauluna görə də bir qeyri-idman fauluna görə 2 sərbəst atış atılacaq komandanın əleyhinə, rəqibin əleyhinə.
Bir qeyri-idman faul edən oyunçu oyundan qovulmaz. Biz dedik ki, nə bir texniki faul edən, bir texniki faul, nə də ki, bir qeyri-idman faul edən oyunçu oyundan qovulmur. Amma bu zaman komandanın oyunçularının biri bir texniki faul edib, bir neçə dəqiqədən sonra həmin oyunçu bir qeyri-idman faul etdi. Oyundan qovulacaq. Artıq bunların statiyası böyüdür. Burada maddə böyüdür. Amma ayrı-ayrılıqda iki texniki faul edən oyunçu oyundan qovular, iki qeyri-idman faul edən oyunçu oyundan qovular. Ayrı-ayrılıqda bir-bir etsələr qovulmayacaq. Yəni sonra bir texniki faul, bir qeyri-idman faul edən oyunçu oyundan qovulacaq. Texniki faullara görə 1 atış verilir. Qeyri-idman faullarına görə 2 atış verilir rəqib səbətinə. Diskalifiyə edici faullara görə də 2 atış verilir. Diskalifiyə edici faulda hansı komandanın oyunçusu diskalifiyə edici faul etdi, həmin komandanın oyunçusu oyundan birbaşa kənarlaşdırılacaq. Yəni birbaşa kənarlaşdırılacaq. Sonra deməli müəllimlər, hansı qaydalara aydınlıq gətirək? Müəllimlər, basketbolda belə bir qaydalar var. Basketbol texniki, üzr istəyirəm. Basketbol texnikasına görə 2 yerə bölünür. Hansılardır bunların 2 yerə bölünməsi? Hücum və müdafiə texnikası. İndi hücum texnikasına və müdafiə texnikasına baxaq. Deməli, bir də 4 texniki fənd var. Hansılardır müəllimlər? 1. Qəbul edilmiş, üzr istəyirəm. Qəbul edilmiş 4 texniki fənd var. Hansılardır? Qəbul edilmiş 4 texniki fənd var. Aydınlıq gətirək buna müəllimlər. Cümlə olaraq burada yazacağam. Deməli, birincisi hansıdır? Topu çiləmək bacarığı. Müəllimlər, topu çiləmək bacarığı. Çünki oyunlar elə bunun əsasında qurulur. Sonra ikinci hansı olacaq? Deməli, ikinci topu, müəllimlər, topu ötürmək bacarığı. Topu ötürmək bacarığı. Üçüncü də olacaq topu düzgün qəbul etmə bacarığı. Topu düzgün qəbul etmə bacarığı. 4 texnik fənddən biri qaldı. Bu hansıdır? Dördüncü topu səbətə atma bacarığı. Baxın müəllimlər, bu oyunun əsasında oyun qurulur. Bəli, bu oyun əsasında 4 texniki fənd nəzərə alınır. Tam doğru düzgün qaydadır. Topu səbətə atmaq bacarığı. Adını çəkdiyimiz bunlar qəbul edilmiş 4 texniki fənddir. Müəllimlər, baxaq indi atışlara. Dərsimizin sonuna bir neçə dəqiqə qalıb. Müəllimlər, baxaq atışlara. Atışlar necə, hansı qaydalarda tətbiq edilir? 6.75 metrik xəttin üstündən, ayağımız xəttin üstündə olarsa, xəttin üstündən topu səbətə atan zaman top səbətdən keçib uğurlu olarsa 2 xal qazanmış olacaq. 6.75 metr xəttin çölündən topu səbətə atdığı uğurlu oldusa 3 xal. 3 xalımız var, bəli. 6.75 metr xəttin daxilindən uğurlu atışlara 2 xal verilir. İndi ayrılıqda baxaq. 6.75 metr xəttin xaricindən topu səbətə atan oyuncuya qarşı qayda pozuldu. Top səbətdən keçdi. 3 xal hesaba alınır qayda pozuntusuna görə. Bir cərimə atışı yerinə yetiriləcək. Deyək ki, topu səbətə atan oyuncuya qarşı qayda pozulduğundan top səbətdən keçmədi. Artıq bu oyuncunun haqqıdır ki, gəlib 3 xallıq atışını atsın. Çünki qayda pozuldu. Əhməd Məmmədə qarşı niyə qayda pozdu? Qayda pozmasaydı bəlkə də top oyundan keçmiş hesab olunardı. Bəli, bir də təkrar edirəm. 6.75 metr xəttin xaricindən topu səbətə atan oyuncuya qarşı qayda pozuldu. Top səbətdən keçdi, uğurlu oldu. 3 xal, bir cərimə atışı. Top səbətdən keçməyəcəksə 3 xallıq atışını oyuncu gəlib atacaq. 6.75 metr xəttin daxilindən topu səbətə atan oyuncuya qarşı qayda pozuldu. Top səbətdən keçdi, 2 xal. Bəli, qayda pozuntusuna görə bir cərimə atışı atılacaq. Əgər olarsa top səbətdən keçməsə, oyuncu gələcək komanda 2 xallıq atışını atacaq. Çünki oyuncuya qarşı qayda pozulub. Müəllimlər, bir oyuncu, burada belə bir qayda var. Bir oyuncu təsadüfən topu öz səbətinə atarsa, 2 xalla qiymətləndiriləcək rəqib komandanın xeyrinə yazılacaq. Əgər oyuncu bu təsadüfən də bilməyərəkdən, əgər oyuncu bilərəkdən topu öz səbətinə atarsa, buna xal verilməyəcək, oyuncu üçün qayda pozuntusu yazılacaq. Bir də bu oyunda müəllimlər,
əvəz etmələrə məhdudiyyət yoxdur. İstənilən qədər əvəz etmək olar. 5 oyunçu 7 oyunçudan istənilən qədər əvəz edə bilər. Bəli, əvəz etmək olar. Əvəz etmə hansı hallarda olur? Bilirik ki, bu oyunda yalnız top bu oyun təmiz vaxtla oynanılır da. Biz bilirik ki, top meydanın arxa xəttdən, yan xəttdən hər hansı bir oyunçu zədələnirsə, oyunun vaxtından, dəqiqədən getmir. Bu zaman saxlanılır. Oyun başlayan zaman əlbəttə ki, saniyənin vaxtı, dəqiqəni tətbiq edirlər ki, oyunun əsas vaxtından geçsin. Bəli, oyunçu əvəz etməsi 5 əsas oyunçu 7 ehtiyat oyunçudan istənilən qədər əvəz edilə bilir. Yalnız top oyunda ölü olan zaman hakimin icazəsi olmaq şərti ilə. Bəzən müəllimlər qarışdırır ki, hakimə deməyə ehtiyac yoxdur. Müəllimlər, hakimi mütləq şəkildə bilməlidir. Yəni ehtiyat oyunçusu ehtiyat oyunçusu məşqçisinin göstərişində hakimlər masasına yaxınlaşacaq, əvəz etmə haqqında məlumat verəcək. Bəli, əvəz edilən oyunçu oyuna da girmək üçün mütləq oyun dayanmalıdır ki, əvəz edilsin. Müəllimlər, burada bir qayda var ki, baxın, cərimə atışları atılan zaman, sonuncu uğursuz cərimə atışlarında biz dedik ki, komandanın oyunçuları əlbəttə ki, hardan komandanın oyunçuları meydanın içərisində olur. Hər cərimə atışında burada meydanın içərisində 6.75-in düzbucaqlı xəttin üzərində dayanmır. Təbii ki, ona aydınlıq gətirdik bir neçə dəqiqə bundan qabaq. Amma bu sonuncu uğursuz cərimə atışından sonra hər iki komandanın oyunçuları topa mücadilə etmək üçün burada qalır. Hər qayda pozuntusuna görə burada qalmır. Yəni texniki faul, qeyri-idman faulu, diskvalifiyasiya faullara görə onsuz da bu cərimə atışlarından sonra top hər hansı bir oyunçuda qalacaq. Amma burada belə bir qayda var ki, sonuncu cərimə atışından sonra top lövhəyə dəyib qayıdarsa, bu zaman top veriləcək rəqib komandaya, rəqib komanda topu oyuna yan xəttdən hakimin göstərişi ilə davam etdiriləcək. Artıq burada topa mücadilə yoxdur. Oyunun içərisində, oyunun gedişatı zamanı top atıldı, səbətdən uğurlu oldusa, rəqib komandanın oyunçuları topu götürər, səbətin altından topu götürüb istənilən kimi hücuma başlaya bilməz. Bəli, atdıq topu, top səbətdən keçdi, uğurlu oldu. Yəni qol oldu. Futbol oyun qaydaları kimi. Necə ki, top qapıdan keçirsə, gəlir öz yarım meydanımıza. Sərbəst, azad qol buraxan komandanın oyuncusu topu götürüb mərkəzə gəlir. Burada da o cürdür. Yəni necədir? Əgər topu atmışıq, top səbətdən keçib uğurlu olubsa, təkrar topa hücum etmirik. Niyə edirik ki? Çünki qol vurmuşuq da, xal qazanmışıq. Rəqib komanda topu götürəcək, ayağını bu xəttin üzərinə vurmasa, hücuma başlamaz. Yox, əgər top səbətdən keçməsə, rəqib topa yiyələnsə, bura gəlməyə ehtiyac yoxdur. Bu zaman oyuna başlayacaq. Bu yalnız topun uğurlu olan vaxtlarında rəqib üst xəttdən, buna deyilir üst xəttdən, yəni arxa xəttdən topu oyuna hücuma başlamaq üçün ayağını meydançanın üzərinə sıxmalıdır. Üst xəttin üzərinə sıxmalıdır, qoymalıdır. Dərsimizin sonu yekunlaşdı müəllimlər. Sağ olun, diqqətiniz üçün təşəkkür edirəm.